dünyanı sevənlər var ki, heç vaxt hakimdən razı olmazlar və onlar nə qədər yaxşı yaşasalar belə də yenə də narazıdırlar. Nə qədər versin insan övladı, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, insan övladının vadilər qədər qızılı olsa bir vadi, yenə də istəyər. Yəni onun gözünü ancaq torpaq doydurar. Torpaq deyəndə gözünə torpaq tökürlər ki, yəni belə yox. Yəni torpaq doydurar, yəni ki, ölər, üzərinə torpaq tökərlər, bağlayarlar. Yəni artıq dünyasını dəyişəndən sonra, insan öləndən sonra nəfsi istəkləri də hər şeyi qutarır. Ta o vaxtına can insan övladı neyniyər? Son nəfəsinə kimi çalışır. Həyata, dünyaya bağlı olan, ahirəti yaddan çıxardan adam son nəfəsinə kimi çalışır. Hələ bilir ki, o onu xilas edəcəkdir. Amma ona heç bir şey fayda verməyəcəkdir. Və ona görə də həmin insanlar var ki, əmirdən razı qalmazlar, başçıdan razı qalmazlar, həmişə narazı olarlar. Və əlbəttə ki, bu məsələlər birbaşa Allaha bağlıdır. Yəni, bahalıqdır, qıtlıqdır, cəzadır, bəladır, imtihandır. Bunlar Allah Subhanahu əlində olan bir şeylərdir. Quraqlıqdır, məsələn, zəlzələdir. Və onlar da nə vaxt olur? O vaxt olur ki, insanlar yollarına azanda olur. İnsanlar doğru yoldan çıxanda olur. Bəla göndərir Allah Teala, imtihan göndərir. Və bu insanlar da, dünyaya bağlı olan insanlar da razı qalmırlar. Razı qalmırlar hakimdən və onlar həmişə istəyirlər ki, nəsə bir özbaşınalıq yaratsın. Və ona görə də bizdə nədir, əhl-i sünnə və cəmaada nədir, əmirə itaət eləmək vacibdir. Və əmir də həm də alimlər də ora daxildir, həmin bu ayətə ki, onların şəriəti öyrənmək üçün Rəbbani alimlərdən nədir, öyrənmək lazımdır. Və o alimlərimizin, yəni hansılar ki, dünyalarını dəyişiblər və onları nədir, və hansılar ki, hal-hazırda sağdırlar, onlar yəni bizim böyük alimlərimizdir və onlara nədir, itaət eləmək lazımdır. Və yoxsa yəni bizim həyatımızın, yaşayışımızın yəni çətinlikləri və problemləri olacaqdır.